Yəni CEO istəyən də olur da yəqin ki də, hə? Ki mən gedib CEO işləmək istəyirəm fakat. Çox olur. Amma belə deyim sizə, Ciddi iş olur ha, yəni. həqiqətən olur. Yəni Həqiqətən əslində olur. müzərafatla dedim ki. Olur. Hər gün ən azı 1-2 CEO ilə qarşılaşırıq. CEO ilə qarşılaşırıq, bəli. Sadəcə belə bir maraqlı fakt var ki, misal üçün adını çəkdiyim mühəndis, müəllim, ixtisaslı kadrlar gəlir, deyir ki, "Okay, mən sıfırdan başlamağa hazıram." Bunu necə doğru ifadə edeyim? Kömək eləsəz yaxşı. Sıfırda olanlar mı deyim ya, ilkin mərhələdə olanlar mı deyim iş həyatında gəlib ən son mərhələni istəyirlər xaricdə. Yəni ilk öncə bilik bacarığı yox. İlk öncə sən öz ölkəndə nə isə əldə etməlisən. Ən azından bir 600 manat, 700 manat fiks əmək haqqın olsun sənin ki, get xaricdə bir o 7000-in adını çək. Düzdür? Sən öz ölkəndə heç nə işləməmisənsə xaricdə necə işləyəcəksən? Biz heç həmin şəxsi kobud da çıxsa qəbul eləmirik. İstəmirik və seçimlər bundan normal adamlardılar, yəni 500-600 manat maaş alıb və CEO iddiasında işləmək istəyənlər. Yəni bu normal. Təki 600-500 manat maaş alanlar onu istəsin. Yəni sıfırlar var da, yəni çox var. maraqlı.